Çox bəlalar var ki, insanı Allahdan uzaq salır. Əgər gördünüzsə bəla sizi Allahdan uzaq salır, ehtimal verin ki, bu bəla günaha görədir. Bu cəzadır. Sən Allahdan uzaq düşmüsən, bir addım atmısan ki, Allah da bəlayla səni özündən daha da uzaqlaşdırır. Bu əməlin nəticəsidir. Biz bəlaların, sıxıntıların sayını azalda bilərik. Yolları var. Neçə yol var, ona işarə edeyim, bitirim. Bəlaları həyatda azaltmağın yolları nədir? Birincisi budur ki, bəzən biz şişirdirik özümüz. Panikaya düşürük, həddən artıq şişirdirik hər şeyi. O qədər də deyil, yanaşmamızdan böyüdürük. Elə bilirsən, dünyanın axırıdır. Belə adamlar, ailələr var, xırda bir məsələ bəlaya çevrilir. Heç nə yoxdur ortada. Təmkinlə heç nə yoxdur. Adı bəladır. Yəni, bəla kimi qəbul elədin. Bizim çox çətinliklərimiz bəlalardan deyil, bəlanın qorxusundandır. Ehtimallar verir, hər şey qaydasındadır. Birdən belə olar, birdən uşağım ölər, birdən filan olar, birdən yersiz qorxu gətirir ürəyinə. Birdən mənim pulum əlimdən çıxar, 5 dənə dostun içində belə olaram. Birdən qorxularla başlayır öz həyatını çətinləşdirməyə. Niyə özü qorxudursan?